Cəfər, salam qardaş. Gün ayağından çıxıb zəng eləmişsən. Şükür, salamatçılıqdır. Doğrudan ayaq zəng eləmişsən. Yox, heç nə eşitməmişəm. Nə olub ki? Nə vaxt? Sərvinaz oradadır. Bəs mənə niyə deməmişsiniz? Hə. İndi necədir? Hə, şükür ki, yaxşıdır. Özün necəsən? İşlərin necədir? Ferdə, sən Bakıya nəyə getmişdin? Ne olub ki Arif həkim? Sən əvvəl mənim sualıma cavab ver. Öz sualını sonra verərsən. İşim var idi. Çox gizlin idi işin. Başa düşmədim. Mənə niyə deməmsən? Arif həkim, İcazə almaq üçün yanıma xahişə gələ bilirsən. Amma niyə getdiyinin səbəbini deməyə can çəkirsən. Arif həkim... Nə Arif həkim? Yaltaqlanmağa getmişdin də yanına. Nə? Bəli. Səni qovur deyişdim. Mən xahiş elədim. Mənim sözümə görə geri qayıtdın. İndi bir kəlmə sözü demək nə çətin oldu ki? Xahiş edirəm Arif həkim, belə danışmayın. Mənim xəbərim olmayıb, mən gedəndə orada bilmişəm. Sən indi o kəm ağlınla elə bilirsən ki, sən deyənə inanacağım. Demirsən heç demə. Sən demə mənə nə dəyişəcək ki? Elə bilirsən hər xırda şeyə görə Sərvinaz məndən inciyəcək. Niyyətin nə olub bilmirəm. Amma bu hərəkətin adı mədəniyyətsizlikdir. Hoş gelmişsin ay bacı. Necəsən? Nə var, nə yox? Sağ ol Şərgəm. Məni bura niyə çağırmırsan ay Şərgə? Sən zəng eləyəndən Allah haqqı yaman narahatam. Narahat niyə olursan qadın alım? Oğlum müdürümdür da. Səmətlə danışıb eləməmisən. Nə deyir, necədir? Yeri yurdu rahatdır mı? Niyə soruşursan ki? Ay bacı, gör sənə nə deyirəm. Amma qorxma ha. Anasan, bilməlisən də, qorxu beləmə, qorxulu bir şey yoxdur. İstəyirəm ki, biləsən. Səmət buradan gedəndə xeyli pul götürmüşdü. Müəllim bilir, özünə dedim, dedi hə ver. Mən də elə bilirəm. Ay sağ ol, amma gör ondan sonra nə oldu da? O gün axşam polisdən adamlar gəlmişdi bura. Səmədi soruşurdular. Dedim, nə olub, nə məsələdir? Dedilər, Səməd dalaşıb, bıçaqla adam vurub. Tutub aparmalıyıq Bakıya. Xəbərin var, bilirsən? Sənə deyib. Yoxsa səndən də gizlədib. Ayrı nə dedilər? Ayrı nə deməlidilər ki? Yox, kimi bıçaqlayıb demədilər.
Əşi yox, onu deyərlərmi? Rusiya qaçıb. Müəllim nə dedi? Müəllimi heç görməmişəm ki. Müəllimdən də gizlədib. Gizlədib ki, müəllim onu göndərib də iştahından. Rusiya gedib, hə? Ay Gülşən bacı, gör sənə nə deyirəm. Səməd buradan gedəndə xeyli pul götürdü, getdi. Özü də dil bilmir. Qərib ölkə, yad insanlar, Səməd də maşallah gözümüzün qabağında olan saf yaraşıqlı uşaqdır da. Deyirəm Allah eləməsin, Allah eləməsin, nə olar, nə olmaz. Başına bir iş gələr, üstündə də o boyda pul. Sən onun yerini mənə denən. Niyə? Ay qız, mənim yoldaşımla oğlum da neçə vaxt Rusiyadadır da. Onlara deyim, gedib tapsınlar, hayan olsunlar, tək qalmasın. Özdə bilsən nə edə bilərik? Mahirlə Rüfət adlarını dəyişib təzə sənəd alıblar. Hə, orada mümkündür də adını da soyadını da dəyişmək. İstəyirsən Mahirə deyim, Səmədə kömək eləsin, o da elə sənəd alsın. Pasport. Canın üçün Səməddir, adını dəyişsin, eləsin Sergey. Özü də ruslara oxşuyur da, sarışın. Pasportu qoysun cibinə, qayıtsın, gəlsin. O adla ona heç kim dəyib dolaşası deyil. Özün də tək arvadsın, yoldaşın da yoxdur. Qoy uşaq gəlsin, gözün qabağında olsun da. Nə bilim. Sən necə ünvanını ver, ya da oradakı nömrəsini de, Mahirə deyəcəm, gedib özü tapacaq. Oran pasportundan burada gəzə bilər. Bə nə deyil, oran pasport. Göndərə bilər. Yox, inanmıram ona. Gərək özü orada ol axı. Onda gərək danışam. Kimdən? Səmədlə də. Hardadır ki? Sən elə nömrəsini ver, Mahir qoy özü danışsın da. Yox, hələ zəng eləməyib. Zəng eləyəndə deyərəm. Yaxşı. Buyur Fəridə, xoş gəlmisən. Salam ay Şərqi. Oturmaq olar da. Əlbəttə buyur. Şey elə bil sənə salam vermək istədiyi Gülşən. Zəhləm gedir ondan. Niyə? Onda bilirsən nə sifətlər var ay Şərqiyə. Sən can neyniyib sənə? O vaxt o video məsələsi var idi, yadındadır. Sən dedin, müşahidə kameralarının videosunu. Hə, yadıma düşdü. Bax onda polisdə üzümə durdu. Saçımı başımı dağıtdı, xalatımın yaxasını cırdı. Dedi belə get polisə. Polisdə də üzümə durdu ki, mən bu adamı tanımıram. Təsəvvür eləyirsən? Gülşən? Zəhləm gedir ondan. Sən canın onun adını çəkmə. Onsuz da qanım qaradır. Qanın niyə qaradır ki? Canım boğazıma yığılıb ay Şərqi. Heç bilmirəm nə edeyim. Nə olub ki? Elə ona görə bura gəlmişəm də. Yenə səndən məsləhət istəyirəm. Nə olub axı? Sağ ol, o vaxt mənə köməklik elədin, işimə qayıtdım, Sərvinaz da məndən əl çəkdi. İndi yağmışdım Bakıya. Bəs mənə niyə demədin?
Sən axı ona görə getməmişdin. Ay qız heç qoydu ki, bir ağzımı açım. Deməmisən də dünya dağılmayıb ki. Arifin aləmində dünya dağılıb. Nədir? O Sərvinaza zəng eləyib, onun könlünü ala bilməyib. Bu da ağsaqqal. O ağsaqqal dediyin bilirsən mənə nə dedi? Nə dedi? Dedi sən Sərvinazın yanına ona yaltaqlanmaq üçün getmişdin. Az. Mən o kişini ağır samballı bir kişi bilirdim. Deyirdim sözünün çəkisi var. Ay onun sözünün çəkisi boyda başına belə daş düşsün. Ay qız, qələt eləyir. O kimdir ki, o sözünə görə əsəbləşsin? Ən pisi də bilirsən nədir ya Ayşərgiyə? Evində kişi olanda hamı danışığına fikir verir. Amma tək qalanda çatan üstümə çəmkirir. Düz deyirsən. Səndə çətinlik müvəqqətidir Şərqiyə. 5 gün, 10 gün. Bilirsən ki, nə vaxtsa gələcək. Mən tək qalmağın çətinliyini get-gedə başa düşməyə başlayıram. Fəridə elə kövrəldin ki, pis çıxmasın. Bax, ürəyim ağrı deyil sənə. Bu Arif də deyəsən sifət görməyib, ha? Rüfətin canı üçün müayinə adından gedərəm xəstəxanaya. Ona bir toy tutaram ki, o xəstəxanada ona uzun dərə oynadaram. Sən də özünü heç kimə fağır görsətmə. Kim nə desə, beşini qoy qabağına. Nə bilim Ayşər ki, bacarmıram da. Sən bacarmırsan, bacın ki bacarır. Arif neçə kim işləyir? Sən bu Səfərov Səmədin sənədlərini istəyəndən sonra mən onların surətini çıxardanda fotosunu gördüm. Bu həmin Səməddir də Fəxri bellə vuran. Bəli. Bıçaqlanma qisas zəminində olub. Həmin hadisənin davamıdır. Xeyr, Səmədin anası yadınızdadır, Adil müəllim. Anası? Adı Gülşəndir. Bax, həmin o ağlından seyrək qadın bir neçə gün bundan əvvəl mənə elçi gəlmişdi. Aha, artıq maraqlıdır. Fəxri də bunu eşidib, yəni Səmədin mənə elçi göndərdiyini eşidib, Bakıya davaya çağırmışdı. Bıçaqlanma da elə həmin davada baş verib. Bunu Fəxri dedi, ifadəsi yoxdur axı. Deyirsən Səməd də qaçıb. Xeyr, mən bunu Fəxrin dostundan öyrəndim. Siz də tanıyırsınız onu. Adı Müşfiqdir. Dəqiq məlumatdır. Bəli. Aha. Arxayın ol, məşğul olaram. İndi gəl keçək ikinci hissəyə. Nəzərə alsaq ki, sən artıq bu şəhərdə qonaq sayılırsan, ev sahibi kimi mənim borcumdur, səni nahara dəvət edeyim. Nahar vaxtıdır, dur gedək nahara. Sağ olun, Adil müəllim, ehtiyac yoxdur. Sənin ehtiyacın yoxdur.
Qalıb ki, Fəxri sağalandan sonra birdən əlindən xata çıxar. Ay Sərnaz xanım, bax Çınar müəllim dedi ki, Səməd qaçıb. Bax Gülü, yenə tapşırıram ha. Sənə dediyim sözü heç harda demirsən. Sərnaz xanım, Allah haqqı. Ay qız, and içmə. Mən sənə inanıram Gülü, inanıram. Tapşırıram ki, biləsən. Məncə o qədə heç hara qaçıb eləməyib. Hardasa buralarda gizlənir. Bilsən ki, hardadır. Heç olmasa bu işin qabağını alaram. Dayan, bir adama tapşırmışam. Qoy görüm nə oldu, nə öyrənə bilib. Şərqiyə necəsən? Əleyhissalam. Gəlmişik Şərqiyə, gəlmişik. Şərqiyə, sən evdəsən ya işdə? Hə, işdə deyilsən. Çınar soruşmaq istəyirdim, görüm İmperiala gedib ya yox. Bəs sən indi hardasan? Vay, Allah şəfanı versin. Nə olub ki? Ha, Allah şəfanı versin. Şərqiyə, onda sən həkimə özünü göstər, sonra orada qal, məni gözlə, gəlirəm indi. Oldu, başın var olsun. Mən getdim. Gülü bir də tapşırıram ha. Fəxriyə diqqət elə. Öz ağılda dostu, tanışı çoxdur. Bir də gördün hayf almaqdan ötəri kiməsə nəsə tapşırdı. Telefonla kimlə nə danışdı, nə dedi, mənə həmin dəqiqə zəng ilə xəbər ver. Mən getdim. Baş üstə Sərnaz xanım. Adam nətər yanıb yaxılır. Əli qurulmuşun əlini çörəyə çatdırdı. Anası ölmüşdə burada küllənir. Amma bir kəlmə söz boğazından keçmir, hə? Kişi olub ma, söz götürmür. Nankör köpək oğlu. Nəysə bibi, nəysə. Oldu keçdi. Nə qəşəkdə nəysə deyir. Çıtma vurmuyub, bıçaqla vurur. Olmayaydı elə balacaqsa, olaydı yekə bıçaq. Allah eləməmişkən. Nəysə nədir? Belə nəysə olur. Sərnəs hardadır? İşə getdi, dedi çoxdandır görünmürəm, gedim görünüm. Qadın alın, bəs həkim nə dedi? Sana nə yemək olar, nə yemək olmaz? Elə dəqiq bir söz demədi. Dedi, çalış sulu yemək ye. Elə? Aclığın var? Azmasa. Gül, gedək görək nə hazırlayırıq. Ayağı qırılmış ara bir, qaçıb çıxıb gedib də. Day xəbər... Məncə sən hamıya tapşır ki, sənin kimin vurduğunu heç yerdə danışmasınlar. Bilirsən niyə? Səməd kimi çulsuzun səni vurmağa adıva yaraşmır. Siz bir səviyyən adam deyilsiniz axı. Gərək Müşfiqə də deyərdin. Sən qaldığın gecə Məryəm gəlibmiş. Nətər olub ki, sən onu görməmsən? Nə vaxt? Məryəm dedi işdən çıxandan sonra. Sən Məryəmi nə vaxt gördün? Sən getdiyin gün. Nə dedi ki? Dedim də nə dediyini. Sən qaldığın gecə o gəlibmiş. Nətər olub ki, sən onu görməmsən? Məryəm yalan deyir. Nətər yəni yalan deyir? Yalan deyir də, yalan deyir. Yalandan deyir ki, gəlmişəm. Necə olur? O gəlir, mən o boyda adamı görmürəm. Amma o səni görür, bax. Gələndə sən də yatırmışsan. Hə, elədirsə, onda gec gəlib. Çünki mən gecə 2-yə qədər oyaq qalmışam. Məryəm yalan danışır. Mən bilmirəm kim yalan danışır, kim doğru. Mən saat neçədə yatıb, neçədə oyandığımı yaxşı bilirəm. Nəyə gülürsünüz Adil, mən tutmadım. Mənim tanıdığım Məryəm
ona kiminsə elçi göndərdiyini Fəxriyə deməməli idi. Mən deməmişəm. Fəxri onu tamam başqa yerdən öyrənib. Sizdən iş yerimi soruşub gələndə də görüşmədim. Qəbul eləmədim. Ona görə də Fəxri gəlibmiş bizim məhliyə, məni gözləyirmiş. Gülşəngil də bizdən çıxanda yaxınlaşıb soruşub, elə bilib. Hə, aydın oldu. Əslində gəncliyin işi yerə küsüb barışmaqdır. Ona görə niyəsini soruşmuram. Özünüz bilərsiniz. Bəs bu dəqiqə vəziyyət nə yerdədir? Elə olduğu kimi də adil mənim. Fəxridən izahat almamağın səbəbi budur. Şəxsi münasibətinizə görə. Bilmirəm, bəlkə də sözü düz tapıb deyə bilmədim. Amma yox, elə cığallıq elədi. Çox güman ki, o da ərk eləyib. Yəqin ki, biraz təmkinli davranmaq lazım imiş. Xətrini çox istədiyimi yəqin ki, hiss eləmirsən. Çox sağ olun, adil mənim. Şəkür üçün demirəm. İnan ki, səni qızımdan ayırmıram. Ona görə də sənə bir sual vermək istəyirəm. Lap elə dayın kimi, əmin kimi, lap elə atan kimi, necə istəyirsən elə qəbul elə. Buyurun, adil mənim, eşidirəm. Ümumiyyətlə, Fəxri barədə nə düşünürsən? Mən hər ikinizi tanıyıram, səni də, Fəxrini də. Tanımasaydım, inan ki, bu sualı verməzdim. Bir də müşahidələrim onu göstərir ki, Fəxrinin münasibəti sənə qarşı ciddidir. Hər halda maraqlanmağı özümə borc bildim. İstəmirsənsə deməyə bilərsən. Elə səmimi danışdınız ki, adil müəllim. Nənəmdən sonra ilk dəfə idi mənə doğma olan insanla söhbət elədiyimi hiss eləyirəm. Fəxriyə olan münasibətimin adını tapa bilmirəm. Hər şey o qədər qarışıqdır ki. Bilmirəm, bu onun valideynlərindən mi irəli gəlir, yoxsa bunda səbəbkar Fəxrinin özüdürmü? Bəlkə də günah məndədir, mən soyuğam. Bəlkə də peşəmin məndə yetişdirdiyi xasiyyət vərdişləridir. Ağlım hissimə qalib gəlir. Qarışıq danışmıram ki. Yox, qətiyyəm. Bir dəfə ağlıma bilirsiniz nə fikir gəldi. Fikirləşdim ki, sevməyin özü də elə cinayət hadisəsi kimi bir şeydir. Onun da səbəbkar və zərər çəkən tərəfləri var. Amma xoşbəxt olmaq üçün hansı tərəf seçmək lazımdır bilmirəm. Səncə xoşbəxtlik nədir? Məncə onu hər kəs bir cür qavrayır. Ay, sağ ol. Xoşbəxt cütlüklər o cütlüklərdir ki, xoşbəxtliyin nə demək olduğunu hər iki tərəf eyni cür qavrasın. Lazım deyil deyib məni yorma. Bir kəlmə sözümlə mənlə buradan Bakıya getdin. Nədir bizim dilimizi pişişməyib ha? Göründə heyfini necə alacağım? Heyfini yox, elə eləyəcəm ki, bir dadını eşidəndə tük salacaq. Xahiş eləyirəm, elə səs-küy çıxmasın. Nə həkimi idi az o? Terapevt. Can həkimidir də. Hə. Bax, o yaxşı oldu. Sən diqqətli ol, ha? Danışdığımız vaxt gəl. Yaxşı. Gəlmək olar. Vay Şərqə xanım, xoş gəlmisiniz. Salam Arif həkim, çox sağ olun, xoş gününüz olsun. Əleyhissalam. Sərnaz xanım axtarırsınızsa bugün yoxdur. Yox, özümə görə gəlmişəm, üstünüzə sağlıq. Yaman nəsə narahatam, özümü yaxşı hiss eləmirəm, müayinəyə gəlmişəm. Şikayətiniz nədəndir?
Olar keçək içəri. Əlbəttə, buyurun. Həkim, üstünüzə sağlıq. Kürəyimin ortası elə göynüyür, elə göynüyür. Hərdən bir də sinəmə vurur. Heç ürəyinizdən şikayətiniz olub? Yox ay həkim, ürəyimdən niyə şikayətim? Dərindən nəfəs alın. Elə yox, elə yox. Şərqi xanım, dərindən nəfəs alın. Şərqi xanım, qorxmayın. Dərindən nəfəs alın. Özü də belə dik dayanın, xahiş edirəm. Əlliksən məni? Utanmırsan? Ərin burada yoxdur deyən kimi qulağın söz çaldı. Utanmırsan, mən əlliyirsən? Şərqi xanım. Nə Şərqiyə xanım? Mən sənə saqqal bilib gəlmişəm. Yaşından başından utan. Ay bacı. Nə bacı? 50 indi də bacı deyirsən. Gördün də Fəridə. Ay bacı, qurban olun. Fərdə xanım. Fəridə, get baş həkimə bura çağır. Fərdə xanım, xahiş edirəm, yaxın gəlin. Fəridə, ləngimə. Fərdə xanım, qapını bağlayın. Qapını bağlayın. Fəridə, çıx çölə. Qapını ört, özün də dəhlizdə gözlə. Çıxaram klinikanın qabağına, səsimi ataram başıma, deyərəm ki, Arif mənə əl qolatdı. Səni bu şəhərdən sağ çıxmağa qoymazlar. Şərqi xanım, qurban olum sənə. Mən səndən ötürü Fəridə döyləmi, yiyəsiz görüb üstümə çəmkirəsən. Başa düşdün? Nə gözünü döysən? Başına oyun açaram. Sərvinaz xanıma mən heç nə deməyəcəm. Birdən özünü qorumaqdan ötürü xanıma nəsə demək fikrinə düşərsən, ha? Yox, Şərqi xanım, başa düşdüm. Məndən sonra nə dedi? Nə deyəcək ay qız, bədbəxtin? Çətin ki, onun səndən işi ola. İndən sonra səni harda görsə, 50 metr aralıdan keçəcək. Rəhmətliyin qızı prinsipinədir səndə. Aha, Sərvinaz gəldi. Arif çağırdı. Ay yox, nə Arif. Mənim özümün onunla ayrı işim var. Hə, mən gedim Fəridə. Sərvinazla görüşüb söhbət eləməliyim. Sonra işə qayıtmalıyım. Gecikməyim. Şərqə çox sağ ol. Allah səndən razı olsun. Sağ ol. Salam Sərvinaz xanım, xoş gəlmisiniz. Fəxri necədir? Şükür ay Şərqə, şükür, indi yaxşıdır. Gəl. Gəl, geç. Əyləş Şərqə, əyləş. Nə vaxt gəlmisiniz? İndi təsəvvür eləyirsən, evə dəyib birbaşa çıxıb bura gəlmişəm. Sən niyə bildin? Gülşəni gördün? Elə bura gəlməmişdən əvvəl mən də görüşdüm. İmperiala çağırmışdım. Ətraflı söhbət elədim. Sərvinaz xanım, nə qədər dimdələdim, ağzından bir söz ala bilmədim. Amma özünə parmağından hiss elədim ki, Səməd heç yana getməyib. Hardadırsa buralardadır. Sən nə dedin, nətər soruşdun? Dedim, mənim oğlumla yoldaşım da Rusiyadadır. Oğlunun yerini deyil, yoldaşıma deyim, geçsin tapsın hayan olsun, orada tək qalmasın. Baxdım, dillənmir.
Sonra mən də qayıtdım dedim ki, bizimkilər orada saxta pasport çıxardıblar. Saxta adla gəzirlər. İstəyirsən Səməd üçün də eləsinlər. Cibində pasport olsa, rahat yaşaya bilər. Yaxşı fikir eləmsən. Bəs nəyindən şübhələndi? Mən pasport söhbətini deyəndə qayıtdım ha dedi ki, o pasportla burada gəzə bilər. Onda həqiqətən də şübhələməyə əsas var. Mən də sonra başladım bəzəməyə ki, elə pasportu olsa, gəzə bilər, elə burada gələ bilər. Gələr, gözünün qabağında olar. Dedi, bilmirəm. Dedi, zəng eləsə soruşaram. Evin tanıyırsan? Bəli, tanıyıram. Dur, getdik yanına. Ay Sərvinaz xanım, mən işə qayıtmalıyam, ey. Gedək sən işə də. Elə Gülşən gilə biraz gec getsək yaxşıdır. Başım öz söhbətimə qarışdı. Heç səndən soruşmadım. Haran ağrıyır, hara getdin? Hansı həkim baxdı? Elə Arif həkim baxdı. Ay, Arif həkim, salam, xoş gördük. Salam Sərvinaz xanım. Bizim bu gözəl xanımın şikayəti nədəndir? Sərvinaz xanım, deyəsən mən özümü həddən artıq çox istəyirəm. Arif həkim baxdı, dedi, heç nəyim yoxdur. Hə? Əgər mənə yalan deməyibsə. Yox, yalan niyə desin ki? Ciddi bir şey yoxdur. Fəxri necədir? Sən demisən Şərqə? Yox, nə mən demişəm, nə Fəridə. Cəfər zəngiləmişdi. Gör, heç ağlıma gəlir. Sonra Fəridədən də soruşdum. Fəridə də deyib ki, çox yaxşıdır. Məndən soruşdu, mən də dedim ki, Fəxri çox yaxşıdır. Elə deyil, həkim? Hə, düzdür. Zaldolan Adil müəllim. Görüşdürəm. Bu sizə. Təşəkkür edirəm, sağ ol. Gedə bilərəm. Bəli, gedə bilərsiniz, sağ ol. Qədir, açarı gətirirsən, qaqaş? Hə, burada evin qarşısındayım. O oldu. Bəli, Adil müəllim. Mənim sənə çox maraqlı bir xəbərim var. Buyurun, eşidirəm. O Səməd ölkədən çıxmayıb. Dəqiq məlumatdır, Adil müəllim. Bəli, bəli. Sərhəd xidmətinə sorğu göndərmişdim. Cavabı elə indicə gəldi. Bəs indi nə edəcəksiniz? Ölkə daxili axtarışa verəcək. Salam müəllim bacı. Salam, Qədir. Siz günorta zəng eləyəndə evdə hamı sevindi. Hə? Hə, anam dedi sizə, siz can işam yeməyimizi yiyin. Yox, Qədir, çox sağ ol. Mən ac deyiləm. Evdə hamıya salam deyərsən. Neçəcən qalacaqsınız Məryəm bacı? Hələ 2-3 gün buradayım. Oldu, nəsə lazım olsa deyin. Çox sağ ol. Ay Gülü, dəsmallar hardadır? Nə dəsmal? Əl-üz dəsmallar deyirəm də. Bilirsən ki, dəsmal hamamda yoxdur ki, əl-üz dəsmala. Fəxrdən ötəri istəyirəm də, hamamdakılar nəmdir. Verdiyin məhrəba böyükdür, yazıq yaralıdır da. Böyük dəsmalla qurulanmağa əziyyət çəkir. 2 dənə mabəlicə dəsmal ver. Hə, başa düşdüm. De, gedək verin.
Fəxri əmi, Məryəm buradadır. Qədir, taksi sifariş verirəm. Küçənin adı yadımdan çıxıb. Məkan at mənə. Fəxri çıxır. Çıxdı, hə, gəlir. Neyə bildin? Hazırdır. Demək olar ki, bitirmişəm. Nə varsan ki, nəyi bitirdi? Fəxriyə Instagramda profil yaratdım. Bir dənə yaratdığımı başa düşdüm. Başqa nə dedi bilmədim. Hazırdır. Al. Paylaşımlarda əziyyət çəksən mənə xəbər elə. Bir də səndən özümə follow atmışam. Yəni məni istəyirsən. Yəni nə tər izləyir? Harda olursan bilir o. Yox, Agil, o ayrı şeydir. Anacılara gediblər, nə vaxt gələrlər? Sən onları neynisən? Gülü, Fəxrin yeməyini gətir qoy yesin. Yaxşı. Sən hara gedirsən? Çörək yemisən? Yox, mən az deyiləm. Görək. Vallahi elə bil evdə heç kim yoxdur. Deyirəm tək olduğuna görə bəlkə qohumu Gilazada gedib. Zəng eləyə bilərsin. Hə, əlbəttə. Çağrı. Hələ ki səs-küy yoxdur. Bu nömrəyə zəng çatmır. Hardadırsa söndürüb. Söndürüb telefonu. Bəlkə qonşulardan nəsə soruşum. O elə oğlunun yanında olacaq. Səməd. Ay Səməd. Ürəyim ağzıma gəldi. Bir səsini çıxart da. Hadi eşitmedin de arabada eşitmedin. Gəl çay yemək gətirmişəm, gəl. Neysə.
Deyirəm kənd yeri olsa da, yaxşı ki qaz var. Ev istidir ha. Darıxmırsan. Pa, bütün gün kefdəyim. Bütün gün bowling oyna, bilyard oyna, çayxanaya get, uşaqlarla deygül, laqqırtı döy. Ha, darıxmağa vaxtım var. Ha, darıxacam da darıxacam, adamın ürəyi patlayır. Ağız burnunu nə yeyirsən ha? Mən sana dedim get o köpək onu bıçaqla. Yavaş danış. Kefimdən vurmuşam. Beni vurdun ayacılar. Ha, sən söydü ona görə. Mənim söydüyüm ay yapışmadı ki. Sən də onun anasını söyledin də. Sən də Sərvin ağzını söyledin Ha, də. sən Allah az danış da. El qolunu öşmə. Sən elədin də, qoymadın ki. Hələ bir məni günahkar çıxar. Bütün günü qaxılıb qalmışam evin içində. Küçəyə də çıxamıram, değil mi? Çox da köpək oğlu. Nə ayıracaqlar? Yiyəcəklər səni. Qandığın qrafa budur. Küçəyə çıxım tanısınlar, eləmi? Kim də sən tanıyam? Ha, bəlkə polisin qabağına şəklimi vurublar. Bəlkə axtarışa veriblər, nətər çıxıb. Yaxşı, şişirtmə. Şirtmirəm, nə var onu deyirəm. Sən elədin də. Dedim həmən. Yadında deyil, eləmi? Yadına gəlmir, eləmi? Ay Səməd, Ha, Çinar sağ deyəndə ki, ölkədən çıx get, fəxrini görmüşdü. ay yox, elə mən deyəndən sonra fikirləşdi, qərar verdi. Sonra da getdi Fəxrin yanına. Nəsə ağlım bir şey kəsmir. Niyə? Çinar oğlunu görməyə sənə niyə belə təklif eləsin ki? Nə bilirsən, bəlkə gədə sonra ölür. Ay yox, ay arvad, balaca cip bıçağı idi. Qadınalım, əcəl cib bıçağına baxmır, ölübsə ölüb, sonra nə olacaq? Çinar deyib də sənə get, yerini də bilir. Deyər gedin tutun, qoymayın qaçmağa. Sən də ayağını aeroporta basan kimi qamarlayıb apararlar. Ben yeniyim mi? Neyniyəcək qadın alım? Öz əyindən polisə getməyəsən ki. Gəl gedək gözü arxalangilə. Hara? Kəndə də, kəndə. Boş evdir. Gələn yox, gedən yox. Qoy hamı elə bilsin ki, ürsiyyətdəsən. Anayəm də, qadın alım. Mən də yazığam. Belə olsa gözümün qabağında olarsan, bir düşün də özümü hazırlayıb gətirərəm. Ye. Yeməyini ye, soğutma. Abba, mən nə qədər qalım burada? Ürəyim partlayır axı. Abala, qoy biraz keçsin də. Bəs dedim ki, ölməyib, diridir. Qoy biraz keçsin. Görək avazlarını dəyişmirlər ki. Allah keçməklə adam ürəyi partlayır adamın. Dörd divarın arasında sıxılıram. Başa düşsən? Hə, bax gəl səninlə bu barədə söhbət eləyək. Ana bala məsləhətləşək. Aha. Tutub Bakıya göndərəcək. Şərqiyə də elə bilir ki, Rusiyyətdəsən. Dedi, mənim ərim də oradadır, saxta pasportla gəzir. Ünvanını de, sənin oğluna da pasport düzəldək. Ha, dedin? Dəlisən, heç deyərəm. Elçilik məsələsindən sonra ondan elə zəhləm gedir ki. O Şərqiyə ifritənin biridir ha. O 100% səndən söz almaq üçün eləyib. Onun yanında heç nə danışma. Bu pasport məsələsi beyninə batmadı. Ay arvad, o saxta pasportla Rusiyada gəzmək olur, burada yox. Və deyir, burada da mümkündür. Sən xarici vətəndaş sayılırsan, burada sağ polis də değişib eləməz. Şərqi qələt eləyir. Çox bilmişliyindən elə deyir. Onun yanında heç nə danışma, ona sir vermə. Hə, yaxşı. Onda sən yeməyini ye. Mən də gedim sənin kiri paltarlarını yığışdırım, aparım yuyum, sər gətirərəm. Arvad, sən Allah gətirəndə paltarları gündüz vaxtı gəl, gecə gəlmə. Qonum qonşu şübhələndirmə. Deyəcəklər görən hara gedir bu arvad axşam vaxtı. Sən ağıllı qadın alım. Baş üstə.
Axşamınız xeyir. Hər vaxtınız ver. Bistentik xasiyyətin özünü göstərdi. Sual verən kimi əsəbləşdin. Əsəbləşməmişəm. Sualını gözləyirəm. Sən bura niyə gəlmirsən? Bir dəqiqəyə. Sən özünü təqdim eləməmiş, adını deməmiş, bu nə sual versən mənə? Mən sənə hesabat ver. Zərif. Amma Fəxri mənə Zara deyir. Bu da mənim çox xoşuma gəlir. Bəs siz nətər öyrəndiniz? Anan yenə Maqsudu çağırıb, məsələ müzakirə elgirmiş. Onda da bu əclab ağzını avara-avara qoyub başlayıb sərəmləməyə ki, ay mən Faiqlə dostam, yaxınam, bir oturub bir dururuq. Sonum üçün mən də bunu Faiqə deyəndə yazıq kişinin gözü hədəqəsindən çıxdı.
Götürüb gəlmişdi xəstəxanaya. Hə, səhər mənim də yanıma gəlmişdi. Ay sağ ol. Faiq əmin çağırdı onu. Ananla mənim yanımda itin sözünü dedi. Hə, cürəti çatıb, başını qaldıranmadı. Maksud? Bəli. Yəni, onu deyirəm də, yəni... Mənim dostum belə kişidir. Çinar əmi, Məryəm gəlib burdadır. Onunla görüşdüm, qayıdıram. Məni sığortalayın. Bax, orada oturmuşdu, Fəxri yemək istədi. Mən də dedim, ay Zara, sən də istəyirsənmi yemək? Dedi ki, yox. Dedi də çıxdı. İndi siz soruşanda bildim ki, o evdə yoxdur. Amma elə bildim, öz otağında oturubdu. Ay Gülü, bir sən də yığ. Hanı telefonun? Yığ. Buradadır, bu dəqiqə. Yığ görək. Ay Çınar, bir sən də yığ. Kimə? Zarıya. Bu ay Sərvi, təmiz yadımdan çıxıb hesab demək. Qız öz zəng gelib, məndən icazə alıb. Dedi ki, bir kitab var, onu tələbə yoldaşıma verib, qayıdıb gəlirəm. Nətər yadımdan çıxıyor? Ürəyim ağzıma gəlmişdi. Səhərdən döyükə-döyükə qalmışam. Dedim, elə kişinin qızı bu nə hərəkətdə eləyir? Ay Gülü! Bəli, Hərəmizə bir stəkan çay yaz. baş üstə. Dedim, ay Gülü. Vallahi oturduğumuz yerdə işə düşdük. Yenə şükür. Qardaş, heç kim yoxdur. Şərqə xanım lazımdır. Hələ gəlməyib. Yaxşı, sağ ol. Boy, Maksud, xoş gəlmisiniz. Nəcəb, siz hara, bura hara? Hoş işiniz olsun Şərqə xanım. Buyurun, keçin. Buyurun, keçin. Çoxdan gəlmisiniz? Heç 5 dəqiqə olmaz, elə qatardan enən kimi gəldim bura. Nə sağırırsınız deyəsən? Biraz soyuqlamışam. Qatarda? Yox, vağzalda biraz açıq havada çox qaldım. Nəsə bədənim soyuq alıb. Onda siz əyləşin, mən sizin üçün qəşəng mürəbbəli çay hazırlayım. Bax, çay əla oldu. O müdürüz işə nə vaxt gəlir? Hansını deyirsiniz? Səmədi yoxsa Çınar müəllimi? İkincisini. O bu vaxtlar gəlməz, amma istəyirsiniz zəng eləyim. Yox, Şərqə xanım, siz çayı gətirin, mən özüm birazdan əlaqə saxlayaram. Mənim gözüm üstə. Özü zəng eləmişdi. Xeyr. Axşam Fəxrin telefonu məndə idi. Bir də gördüm mesaj gəldi. Qədir adında bir oğlan idi. Profilinə baxdım ki, uşaqdır. Nə yazmışdı ki? Eləcə yazmışdı ki, Məryəm gəlib burdadır. O səni tanıyır ki? Ünsiyyətimiz olmayıb, amma belə üzdən tanıyır. Hardan? Bakıda olanda
xəstəxanaya gəlmişdi. Görüşmələrinə mane oldum. Biz axşam nə söhbət elədiniz? Çınar əmi, onu söhbət demək olmaz. Elə ancaq mən danışırdım, o da qulaq asırdı. Nə dedin ki, qızım? Olanı da dedim, sən bilirsən ki, Fəxrinin valideynləri səni qəbul eləmir. Məncə özünə hörmət edən qız Bakıdan bura oğlan tanıca gəlməz. Elə beləcə də dedin? Bəli. Və sonra nədir? Güya biraz pis oldu. Sənin dilinə quzu kəsərəm. Başqa nə dedin? Başqa, Çınar əmi, bir də dedim ki, bilirsən ki, valideynlərimiz razıdır. Yəni, biz nişanlanırıq. Bunu başa düşüb qəbul eləmək lazımdır. Ay Gülü, Çınar çıxdı. Yox, Səlvə, buradayım. Afərin qızım, çox sağ ol. Çınar gedək. Hə, gəldim gedək. Sənə nuş olsun. Sağ olun. Kızım sən getmirsən? Yox, mənim dərsim bugün gec başlayır. Hı. Nuş olsun. Sağ ol. Yəni təzəliyim? Yox, sağ ol. Yaxşı.